10 ilin möcüzəsi gəlib bugün doktoru görməyə. Məhəmməd Əlimizin 9 artıq ayıdır. Mamaçkasında yumurtalıq polikistoz sindromu idi. Folikul ümumiyyətlə yetişib partlamırdı. Menstrual sikl 3 aydan, 6 aydan, 9 aydan bir olurdu. Borular tamam bağlı idi. Hormonal disbalans idi. Düz bir il müalicə nəticəsində təbii yolla həmləlik göstərdi. Həmləliyimiz çox çətin keçdi. 25 həftəsinə kimi qanaxmalar oldu və belə bizim şirin möcüzə balamız dünyaya gəldi. Çox xoş gəlirsiniz, həmişə siz gələsiniz. Sizin sayənizdə bu sevindirimizə etdiklərinizə görə sizə minnətdaram. Allah razı olsun sizdən. Allah bala həftəsini eləsin, şirin qaydan. Amin. Hamısı belə qucaq dolu olsun. Bütün evlərdən körpə səsi gəlsin. Düzdür, yolu çox uzun idi. 10 il idi, çox ağır idi. Gəzmədiyi yer qalmamışdı, ölkə qalmamışdı, amma axırda düzgün diaqnoz, düzgün müalicə və nəticə belə şirin oğlum oldu. Möcüzə balam gəldi dünyaya.